Cəmiyyətdə ən çox narahatlıq doğuran problemlərdən biri də dərman asıllığıdır. Mütəxəssislərin fikrincə bu asıllıq daha yavaş inkişaf edir və insanlar fərqinə vardıqca çox gec olur. Araşdırmalar göstərir ki, dərman asıllığı əsasən stres, yuxusuzluq, psixoloji gərginlik və nəzarətsiz dərman istifadəsi nəticəsində yaranır. Xüsusilə gənclər zərərsiz hesab edilən sakitləşdirici və ağrəkəsici dərmanlara tez meyl edirlər. Həkim-toksikoloq İsmail Əfəndiyev deyir ki, bu cür dərmanlar birbaşa sinir sisteminə təsir göstərir və zamanla orqanizmin normal fəaliyyətini də pozur. Dozanın artırılması isə qaraciyər, böyrək və ürək damar sistemi üçün ciddi risk yaradır. Bəzi qrup preparatlar onları kontrolsuz qəbulun zamanı orqanizmdə müəyyən biokimyəvi prosesləri dəyişdirir və nəticədə onlardan asıllıq yaranır. Bu, indi dırnaqarası populyar olan antidepressant kimi tanınan preparatlardır. Onların həm başlama qaydası və dərmanın kəsilmə qaydası çox sərtdir və yalnız həkim tərəfindən müəyyən ola bilər. Həstənin vəziyyəti ilə, onun yaşı ilə, çəkisi ilə və digər amillərlə əlaqəli olaraq. Siz özünüz əgər həkimin təyinatsız həmin dərmanları qəbul edirsiniz, birinci növbədə xoşa gəlməz effektlər ola bilər və ondan sonra həmin dərmandan imtina etmək çox çətin olacaq. Təəssüf olsun ki, bütün qruplarda asıllıq yaranır. Xüsusən yaşlı insanlarda dozaları daha az dozada istifadə etmək lazımdır dərmanları. Toksikoloq valideynlərə və gənclərə xəbərdarlıq edir. Dərmansız yuxuya gedə bilməmək, əsəbilik, titrəmə, diqqət dağınıqlığı asıllığın əlamətidir. Belə hallarda mütləq həkimə müraciət edilməlidir. Çünki dərmanı öz başına dayandırmaq da təhlükəlidir. Müraciətlər çox olur. Son 3-4 il ərzində daha çox tez-tez rastlaşırıq biz belə istəklərlə. Xəstələr o dərmanları içib sinir sisteminin daha rahat olduğunu gördükdə, yəni onları içməkdən daha çox istifadə eləmək istəyirlər. Ən çox təbii olaraq ən birinci ağrı üçün, baş ağrısı üçün, daxili orqanların ağrısı üçün, yəni belə şeylər üçün istifadə olur. Soyuq dəyirmə dərmanları olur. Bilib-bilmədən, yəni özləri istədiyi dərmanları istəyirlər. Yəni sinir sistemi ilə bağlı, yəni dərmanlar olur. Ağır sinir xəstəlikləri keçirdən xəstələr olur. Onları biz vermirik təbii olaraq. Amma ki, yəni soyuq dəymə adi paraşoklardır, burun spreylarıdır.